Salam əziz izləyicilərim, xanımlar, bacılar. Oturmuşdum evdə, gördüm dənizin rəngini o qədər gözəl gördümsə, havanı o qədər gözəl gördümsə, dedim bunu mütləq çəkim, izləyicilərimlə bölüşüm və bir dənə suala burada cavab vermək istəyirəm. Ən çox gələn sual Türkiyə yoxsa Rusiya? Yəni yaşamağa haranı daha uyğun bilirsiniz, daha harda yaxşı olur? Mənim üçün ən birinci deyim, yaşamağa Azərbaycan seçərdim. Hələ ki Azərbaycana köçüb yaşamaq imkanımız olmadığı üçün, baxın, dekabrın 29-u saat 12-dir, havamıza baxın, havasına görə Türkiyə. Amma neçə illərdir Rusiyada yaşadığım üçün ora mənə daha doğma gəlir. Niyə görə? Çünki orada əzizlərim, doğmalarım, ətrafım çoxdur Türkiyədə, amma belə qohum yoxdur, qohum əqraba yoxdur, o qədər tanışım. Tanış var da, yəni o qədər deyil də, nəsə orada çox yaşadığım üçünmü, nədirsə bilmirəm, oranı daha özümə yaxın bilirəm, Rusiyanı. Amma havasına görə dekabr ayında belə bir havada yaşamaq kim istəməz ki? Hər iki, harda günün xoşdursa, əlbəttə ki, ora sənin üçün yaxşıdır. Yenə deyirəm, bugün o qədər gözəl hava, dənizin rəngi müthiş, türklər demiş, bir rəngin gördüm. Oturmuşdum otaqda, zalda oturmuşdum. O gözəlliyi gördüm, çəkmədən dayana bilmədim. Və sizinlə bölüşmək, qısa bir video olaraq sizinlə bölüşmək istədim. İzlədiyiniz üçün təşəkkür eləyirəm. Like qoymağı da unutmayın. Qızlar, bu qədər gözəl bir gözəlliyi sizlə bölüşdüm. Zəhmətimi qiymətləndirin. Dənizin rənginə baxın. Videoda istədiyimiz kimi alındıra bilmirik. Necə alındıra bilmirik? Gördüyümüzü gözümüzlə görən videoda, yəni elə çatdırmaq olmur. Ona görə yenə də çəkdim. Belə də səsli, sonradan səs yazanda məndə nəsə yaxşı alınmır. Hər nə alınıbsa, qızlar, gününüz xeyirli, uğurlu gəlsin. Bu gün kimi, bu dəniz kimi, mavi dəniz kimi gözəl olsun hər şey həyatımızda.